Pedri beyindir. Yəni elə bil ki, stadionun ortasına bir dənə beyin qoymusunuz. Beyindir. Və onun ayaqları var. Ayaqları var, gəzir o beyin. Yəni mən bunu başqa cür ifadə eləyə bilmərəm. Adam həm müdafiədə, həm build-upda, həm pressingdə, həm nə bilim oyun qurulmasında, həm straxovkada idealdır, ideal. Mənə görə ən yaxşıdır hal-hazırda. İndi bilmirəm, bəzi o statistika manyakları gəlib qonacaqlar kommentlərə. Qaqa, Vitinha o gün hat-trick elədi. Valla, yəni Vitinha'nın hat-trick eləməyi yaxşıdır. Vitinha'yı aşağılamaq istəmirəm, amma Pedri'nin göstərdiyi o intellektual futbol, o hərəkətlər, o dönüşlər, o bədən hərəkətləri, o topla rəftarı, yəni adama həzz verir. Yəni indi mən bunu burada danışıram, tüklərim biz-biz olur. Doğrudan da həzz alıram mən onun oyunundan. Misal üçün də Valverde deyirlər ki, Pedri'dən üstündür. Yəni Valverde'nin oyununa baxıb mən o ləzzəti ala bilmirəm. Əgər siz Valverde'nin oyunundan o ləzzəti ala bilirsinizsə, daha sözüm yoxdur. Bəli, Valverde'nin siz zərbələrindən o ləzzəti ala bilərsiniz. Adamın zərbələri möhtəşəmdir. Yəni bugünkü günümüzdə bəlkə də futbol tarixində onun kimi zərbə vuran mən oyunçu görməmişəm. Elə bil raketdən çıxır. Yəni elə bil bomba atır adam. O başqa məsələ. Amma sırf intellekt olaraq, sırf beyin olaraq, sırf əsl belə bildiyiniz o mərkəz yarım müdafiəçisinin verdiyi vibe olaraq Pedri'dən yaxşısı yoxdur.